narsistin sizi istifadə etməyində həm də siz günahkarsınız. Buna icazə verdiyinizə görə. Etdiyin hərəkəti özün istədiyinə görə elə. Mənim acığımı heç nə eləmə. Zaten sən mənə ziyan vurmayacaqsan. Mən əgər intihar edirəmsə, deməli mənim həyatım mənim üçün dəyərsizdir. Son dövrdə bir anlayış yaranıb narsist. Narsist insanlar. Onlar ümumiyyətlə necə olur? Misal üçün, necə başa düşə bilərik ki, bu insan narsist insandır? Onların təhlükələri nədir? Necə uzaq durmaq olar? Narsist insanlar çox gözəl manipulyator olurlar. Narsist insanlar öz xeyirləri üçün insan xərcləməkdən çəkinmirlər. Çox rahatlıqla insan xərcləyə bilərlər. Mən bayaq kadr arxası bir söhbət eləyəndə dedimmi, bu peşə çox təhlükəli peşədir. İnandırım səni ki, mən yüngülvari bir narsist bir insan olsaydım, mən yəqin ki, bu dəqiqə həbsxanada olardım. Çünki elə bir manipulyasiya metodları narsist insanlar istifadə edirlər ki, çox rahatlıqla. Sənin ruhun da incimir ki, səni manipulyasiya edirlər, səndən istifadə edirlər və sənin xeyrinə istifadə edəcəklərinə səni inandıra bilirlər. Və belə deyim də, sualın ikinci hissəsinə gələk. Çünki narsistlər haqqında danışsaq, biz verilişin formatını dəyişmiş olacaq. Amma sualın ikinci hissəsini deyim ki, siz necə narsistləri tanıyıb onu qoruya bilər, özünüzü qoruya bilərsiniz? Bir yeganə şərti var. Heç vaxt fədakar olmayın. Fədakar, fəda və kar tərəfdir. Əgər qarşı tərəf kardırsa, sizin fədanıza kardırsa, sizin münasibətinizdə qarşılıqlı duyğu alış-verişi və yaxud qarşılıqlı maddi alış-veriş yoxdursa, qarşı tərəf sizi istifadə edir. Siz fədakar olduğunuza görə. Narsistin sizi istifadə etməyində həm də siz günahkarsınız. Buna icazə verdiyinizə görə. Yox deməyi öyrənmək lazımdır. Tək Azərbaycan cəmiyyəti deyil, bir çox cəmiyyətlərdə mən bunu müşahidə eləmişəm. Əsasən də keçmiş Sovet ölkələrində yox deməyi bacarmırıq. İnsanların xətrinə dəyməyi bacarmırıq. Və nəzərə almaq lazımdır ki, kiminsə xətrinə dəyməkdən qorxduğumuza görə yox deyə bilməmək, əslində davamlı özümüzə yox deyib öz içərimizdəki müharibəni qaldırmaqdır. Və bu pasiv aqressiya bir gün çox böyük partlayışla partlayır və qarşı tərəf təəccüblənir ki, sənə nə oldu? O sənə nə oldu sözünü eşitməməkdən ötürü xırda incikliklərdə də səsini qaldırmaq, yox demək, mənim indi, məsələn, məni bu görüşə çağırmaqdan ötürü bir həftə əvvəldən mənimlə əlaqə saxladınız da, düzdür? Qrafikimə baxdım, uyğun günümü sizə dedim. Yox demədim, amma həmin gün hə də demədim. İşimi gücümü atıb bura da gəlmədim. Çünki mənim öz həyatım var, mənim öz balansım var və o balansda sadəcə olaraq uyğun təklifə razılıq verdim və gün ayırdım, bura gəldim. Sizin məni tələsdirməyinizin sizin üçün heç bir xeyri yox idi. Mənim sizin tələsdirməyinizə, qaça-qaça gəlməyimin mənim üçün də xeyri yox idi. Mən həyatımın balansını pozacaqdım. Həmin günün qrafikini sağa-sola çəkəcəkdim. Həmin adamların qarşısında mən stres yaşayacaqdım. Niyə? Deməli, mən sərhədlərimi qoruya bilməyim daha vacibdir. Mənim sənə yox deyə bilməyim daha vacibdir. Mən sənə yox demədikcə özümə yox deyirəm. Və bu da sabahları hər hansı bir patoloji və xroniki xəstəliyə çevrilir. Nevroz, əsəb, epilepsiya, cürbəcür xərçəng növləri və s. Və istəklər də artır, böyüyür. Bəli. Çünki bir adam istifadəyə yararlı olduğu göründüyü anda, məsələn, mən görürəm ki, mən səni istifadə edə bilirəm. Yanındakı xanım gör ki, Mir Həsən nə yaxşı hər şeyə razılıq verdi. O da sənə müraciət edir. Sən mənə yox deyə bilmədiyin kimi, ona da yox deyə bilmirsən. Üçüncü də bunu görür, üçüncü də səndən istifadə edir və sən oturub küncə sıxılıb ağlayırsan. Bəs məni kim görəcək? Sən özün icazə vermirsən səni istifadə eləməyə. Sən buna görə heç kimi məsuliyyətləndirə bilməzsən, heç kimi günahlandıra bilməzsən. Bizim cəmiyyətdə məsuliyyətini boynuna götürməyi bacaran insanlar görəndə mən çox sevinirəm. Çünki yaşadığımız olayların ola bilməz ki, hamısında valideynlərimiz günahkardır, ölkə günahkardır, nə bilim, getdiyimiz dövlət müəssisələri günahkardır. Mümkün deyil bu. Hardasa sən də günahkarsan. Valideyn müəyyən yaşa qədər günahkar ola bilər. Amma müəyyən yaşdan sonra sən o günahkarlığın qulpundan tutub, anam məni belə şiddət göstərmişdi, atam məni belə döymüşdü deyib, bu mərhələdən sağalmaq istəmirsənsə və özünü qurban rolunda, qurban modelində
istifadə eləməyə icazə verdiyi müddətcə sən də günahkarsan. Sən də artıq səni incidənlərin günahına şərik oldun. Sən də səni incidirsən. Yuxular mənim üçün çox əsrarəngiz aləmdir. İndi bu dəqiqə dəbdədir, astral səyahət falan, bəs məkan çox ən dəbdə olan mövzudur və hamı da sual verir. Rayxan, astral səyahəti məni apara bilərsiniz? Deyirəm, ay bala, sənin astral səyahətdə nə işin var? Niyə getmək istəyirsən oraya? Yer sənə darlıq eləyir. Siz irrasional düşüncəyə meylli olan insanlar elə bilirlər ki, buradan qaçsalar, yuxudamı, astral səyahətdəmi, intihardanmı gizlənə bilərlər. Mən həmişə sevdiyim bir ifadə var. Yaşamaq ölməkdən daha çətindir. Yaşamaq üçün sən bir çox məsuliyyətlər götürməlisən, bir çox qayğılar yükləməlisən özünə, ağrılar çəkməlisən, fiziki, psixoloji fərqi yoxdur və sən bu bədənini belə deyək də gərginliyə saldıqca, bədəniniz gərginliyə saldıqca ruhunun sənə olan dəstəyini görürsən. Yuxu bədənimizin dincəldiyi, ruhumuzun daha rahat səyahət elə bildiyi bir ortamdır, qavramdır. Yuxular Carl Gustav Jung'un yuxu ilə bağlı çox gözəl araşdırması var. Adam uzun illər boyunca öz yuxularını hər səhər qeyd edib və sonradan bu araşdırma materialı kimi psixoloqlar üçün əvəzsiz bir materiala çevirib. Və yaxud Freudin yuxu yozmaları var. Mən yuxuların birbaşa simvolikasından danışmaq istəmirəm. Ay nə bilim qızıl səsdir, balıq nə bilim nədir, at muraddır. Bunlar bildiyimiz qavramlardır. Mən yuxuların kəhanətindən sevirəm danışmağı. Bəzən biz başımıza gələcəkləri yuxuda görürük. Amma indi gəlin başımıza gələcəkləri izah eləyək. Biz başımıza gələcəkləri yuxuda necə görürük? Bu dəqiqə hal-hazırda biz oturub söhbət eləyirik. Mən buradan çıxacağam, taksi çağıracağam və evimə gedəcəm, düzdür? Amma mən buradan çıxacağam, nə bilim, başqa bir rəfiqəmin yanına gedəcəm və yaxud burada yaxınlıqdakı bir məkanda oturub çay içəcəm. Bunlar olasılıqlardır, yəni baş verə biləcək variantlardır. Mən ilk olaraq avtomatda, hipnozda hansını seçdimsə, onu yaşayacağam. Və yuxuda da bizim görəcəyimiz hadisə bizim artıq avtomatda beynimizin yaşamağı seçdiyi bir ssenaridir, gələcəkdir. Və bir də yuxularda biz keçmişimizi görürük, uşaqlıq travmalarımızı görürük. Çaşmayan, dəyişməyən bir qayda var. İlkin uşaqlığımızı hansı evdə yaşamışıqsa, 5 yaşından 10 yaşından sonra başqa evə köçmüşüksə, yuxuları həmişə ilkin uşaqlığımızı yaşadığımız məkanda görürük. İlk yaşadığın ki ev var, hansı ki 3-5 yaşına qədər o divarları görmüsən və yaxud 3-5 yaşına qədər 4 ev dəyişmisənsə, o 4-ünü də yaşayırsan. Çünki uşaqlar hər şeyi böyüdülmüş görürlər. Kameranın zumu var, böyüdür. Uşaqlar bax o cür böyüdülmüş görürlər hər şeyi. Ona görə də çox rahat keçmişə, C diskinə yükləyə bilirlər hər şeyi. Və keçmiş yaddaş, bu günləri biz sizinlə bir hansısa bir olaya düşünsək, siz xatırlaya bilməyəcəksiniz. Amma mən sizə həmin olayda yaşadığınız bir duyğu ilə həmin olayı aparıb sala bilsəm, siz orada detalları görməyə başlayacaqsınız. Yuxuların bizə yaşatdığı duyğular, bəzən olur ki, biz yuxuda bir hadisəni yaşayırıq, doğrudan da duyğu da yaşayırıq. Həmin yuxudan qan tər içində oyanırıq, qorxmuş vəziyyətdə. Və bir müddətdən sonra yuxunu dərhal unuduruq, yadımızda qalır və s. Bu fərqli insanlarda fərqli formada olur. Amma bir müddətdən sonra mütləq unuduruq. Bunu yoxlamaq istəyirsinizsə, yadınızda qalan yuxuları bir həftə hər gün yazın və o dəftəri bağlayın, qoyun qırağa. Bir aydan sonra dəftəri açıb oxuyacaqsınız və orada yazdıqlarınızı oxuyub şoka düşəcəksiniz. Çünki xatırlamayacaqsınız o yazdıqlarınızı. Hətta bunu gündəlik yazan adamlar da müşahidə edirlər ki, bir il əvvəl gündəliklərinə yazdıqları hadisəni oxuyurlar və detalların bu qədər aydın olduğunu doğru xatırlamırlar. Çünki hər dəfə o ssenarini xatırlayanda, hər dəfə hadisəni xatırlayanda, mən Mir Həsənlə getdim kafeyə, 2 dənə amerikana sifariş elədi, qarşılıqlı oturub içdik. Həsən əlinlə belə qoydu, mən belə qoydum, Həsən bundan danışdı, mən bundan danışdım. Düzdürmü? 3-cü dəfə başqa cür xatırlayacağam, 4-cü dəfə başqa cür xatırlayacağam. Amma həmin dəqiqədə mən götürüb duyğularım qarışıb, baş verən hadisəni doğru təsvir eləsəm, bir ildən sonra o yazını oxuyub özüm təcrübələnəcəm. Doğrudan, saçan getmişik ora.
Çünki müvəqqəti yaddaş özünə yer açmaqdan ötürü davamlı olaraq nələrsə alt yapıya göndərir və göndərdiyi informasiyaların çox cüzi hissəsi bizdə müvəqqəti yaddaşda qalır. Ona görə demensiya, Alzheimer xəstələri cavanlıqlarını xatırlayırlar, bu gün olanları xatırlamırlar. Çünki alt yaddaşlarını oyandırırlar. Müvəqqəti yaddaşları ümumiyyətlə sönür. Yəni istifadəyə yararsız olur. Yəni mən bir xanım tanıyırdım, yemək yemişdi, 1 saat sonra, 1 saat keçməmişdi. Yemək yeyib otaqdan çıxmışdı, demişdi acım. Yəni çünki niyə? Çünki müvəqqəti yaddaşı onun anında yemək yediyini təmizləmişdi, silmişdi. Doyma hissi də yoxdur. Bu qədər bəsit. Və yuxulardan bu müvəqqəti yaddaşa getməyimizin bir səbəbi də oldu ki, mən yuxuların ruhumuzun səyahəti olduğuna inanan bir adamam. Şuuraltımızın səyahəti olduğuna inanan bir adamam. Siz bu günləri, gün ərzində yaşadığınız negativi yuxunuzda həzm edirsiniz. Və yuxunuzda həzm elədiyiniz ssenari sizin yaşamalı olduğunu düşündüyünüz və yaxud yaşamaqdan qorxduğunuz ssenari olur. Bəzən davalı yuxular görürük, bəzən xoşbəxt yuxular görürük. Bunların hamısının səbəbi odur. Yaşadığımız duyğuları bizim ruhumuz təkrar yaşayır. İntihara meyilli olan insanlar olur. Bu fikirlərdən necə qurtula bilərlər? İntihara meyilli olan insanlar əsasən bunu kiminsə acığını eləyirlər. Yəni, mən əgər intihar eləyirəmsə, deməli, mənim həyatım mənim üçün dəyərsizdir. Mənim həyatım mənim üçün nə zaman dəyərsizdir? O zaman dəyərsizdir ki, mən özümü dəyərsiz hiss edirəm, mənə bu dəyərsizlik duyğusunu kimsə yaşadıb. Yaşatmaq ola bilər ki, siz deyərsiniz ki, mən doğulan gündən etibarən heç bir dəyərsizlik duyğusu yaşamamışam. Əvvəla, bunu xatırlamağınız qeyri-mümkündür. Dəyərsizlik duyğunuz varsa mütləq yaşamısınız. İkincisi, ola bilər ki, ana bətnində yaşamısınız. Ananızla atanız, nə bilim, elə bir dönəmdə olublar ki, ananız sizdən qurtulmağa çalışıb. Hətta cüzi də olsa ananın və ya atanın düşünməyi ki, bu uşaq olsun ya olmasın, tərəddüddə qalmağı uşağa artıq dəyərsizlik, sevgisizlik yükləyir. Deməli, mən gələcəyim dünyaya yükəm. Deməli, mən bu dünyadan tez getməliyəm. Deməli, mən bu dünyanı bu yükdən xilas etməliyəm. Mənim yeniyetmə qızım var, mən ona həmişə bir şey deyirəm. Deyirəm, etdiyin hərəkəti özün istədiyinə görə elə. Mənim acığımı heç nə eləmə. Zaten sən mənə ziyan vurmayacaqsan. Sən neynəsən öz bədəninə eləyəcəksən. Öz fiziki bədəninə problem yaşadacaqsan. Cüzi bir intihar meyillisi olan uşağı gördüyü anda valideynlər artıq həyəcan təbili çalmalıdırlar. Valideynlər bilsiz nə edir? Ən çox da mənə belə valideynlər müraciət edəndə lap yanıb tökülürəm. 15, 16, 14, 13 yaşında uşağı mənim yanıma gətirirlər. Rəy xanım, bunun bu problemləri var və mən başlayıram uşaqla individual işləməyə. Uşaqdakı şəxsiyyəti oyandırıram, uşaq haqqını tələb eləməyi öyrənir və mən uşağa haqlı olaraq deyirəm ki, sən əvvəlcə haqqını öz ailəndə, kiçik dünyanda tələb etməyi öyrənməlisən ki, böyük dünyaya çıxanda buna artıq vərdişin olsun. Və uşaq ilk hərəkəti təbii ki, gedir valideynlərindən bu və ya digər şəkildə tələb eləməyə başlayanda valideynlər mənimlə dava edirlər. Sizin yanınıza gələndən mənim uşağım aqressivləşib, sizin yanınıza gələndən mənim uşağım lap korlanıb. İzah edə bilmirəm ki, sən biz uşağı mənim yanıma qladiator yetişdirməyə göndərmirsən. O uşaq bəs şəxsiyyət nə vaxt olacaq? Bu uşaq əgər ailənin içində öz haqqını tələb etməyə vərdiş etməsə, sabah iş ortamında onun haqqını yeyəndə necə tələb eləyəcək? Sallabaş olacaq? Qurban olacaq, özünüz bilərsiniz. Sizin psixologiyanız quldursa və öz övladınızı qul kimi yetişdirmək istəyirsinizsə, uşağı mənim yanıma niyə gətirmirsiniz onda? Məndən nə istəyirsiniz? İzah edə bilirəm. Yəni, mən həmişə deyirəm ki, cəmiyyəti yetişdirən analardır. Ata bu və ya digər şəkildə rol oynayır, amma ən böyük rolu ana oynayır. İstər oğlan uşağın tərbiyəsində, istər qız uşağın tərbiyəsində. Və bu günləri cəmiyyətdə qadına düşmən qadın özüdür. Zamanında ona qadağa qoyulan, valideynləri tərəfindən qadağa qoyulanları, o da bu günləri cəmiyyətdə qadağa qoyur. Filankəs gecə vaxtı çöldə nə gəzirdi ki, onu öldürdülər. Filankəs belə niyə giyinmişdi ki, onu öldürdülər. Bu nə barbar düşüncədir. Neçənci əsrdə yaşayırıq? Yəni, bu qədərmi çətindir maariflənmək? Bu qədərmi çətindir özünə olan səhvləri görüb
Ay aman, əslində məni də incidiblərmiş, məni də mənəvi olaraq öldürüblərmiş anlamaq. Nəsimidən bəri kamil insan axtarırıq. Amma kamil insanlar bu dünyaya bir daha gəlmirlər. Gəlirlər, kamilləşirlər və əbədi həyata gedirlər. Gəlirlər, kamilləşirlər, əbədi həyata gedirlər. Bu dünyanın əslində bir imtahan yeri olduğunu anladığımız anda günahın əslində etdiyimiz, etməli olduğumuz, edə biləcəyimiz günahın əslində cəzamız olduğunu anladığımız anda, sən insansansa, sən mənim üçün istənilən əşyadan dəyərli səni anladığımız anda kamil ola bilərik. Neymiş? Kamil olmaq çətin deyilmiş. Sadəcə olaraq bunu bizə öyrətmirlər. Çünki hər kəs öz imtahanını özü verməlidir. Və belə deyim də, sən mənə qulaq asırsan, mənim səsimmi sənin xoşuna gəlir, zahirimmi sənin xoşuna gəlir, ya danışdığım informasiya. Bu çox maraqlı bir məqamdır, ha? Çox maraqlı bir məqamdır. Aldığın informasiyanı doğru qəbul edə bilmək hər adamın harcı deyil. Bizim beynimizdə şuurumuzla şuuraltımızı ayıran filtr təbəqəsi var. Sənin şuur altında olan informasiya mənim danışdığım informasiya ilə üst-üstə düşmürsə, sənin filtr təbəqən o informasiyanı ötürməyəcək və sən mənə inamsızlıq yaşayacaqsan. Anlamayacaqsan ki, inamsızlığı sən zamanında aldığın travmaya görə yaşayırsan. Mən deyirəm, insan öldürmək olmaz, sən deyirsən ki, öldürmək olar. Toqquşduqmu? Toqquşduqmu? Amma sən məndən soruşmursan, niyə olmaz? Mən sənə deyirəm ki, sən insan öldürmək olar. İnsan öldürmək burada fiziki mənada getmir, ha? Ruhən insan öldürmək, psixoloji olaraq insan öldürmək. Bu günləri mənim qarşımda oturan insanların bir çoxu fiziki istismara məruz qalsa da, əksəriyyəti psixoloji istismara məruz qalan insandır. Onu sözlə döyüblər, onu sözlə şiddətə məruz qoyublar, sözlə alçaldıblar, sözlə xəstə salıblar. Və bu da öldürməyin bir növüdür. Bu da öldürməkdir. Və bu öldürməyi doğru qəbul edən insan, məni incidiblər, mən də incitməliyəm qavramında olan insan təbii ki, mənimlə razılaşmayacaq. Amma görün bu xanım niyə belə dedi? Sualını verən insan artıq oyanmağa hazır insandır. Ağrıyacaq, amma üstündəki qabığı çərtib çıxa biləcək. Və bir klişe bir ifadə var. İnsanlar sizi qırırlarsa, qırırlar, yəni birbaşa mənada qırırlarsa, qəlbinizi qırırlar, özünüzə fiziki şiddət göstərirlər və s. qırırlarsa, onlardan küsməyin. Onlar sadəcə sizin qabığınızı açırlar ki, siz içinizdəki gözəlliyi görə biləsiniz. Amma qırılmaqdan narahat olub, siz də eyni cavabı verirsinizsə, siz heç vaxt özünüzü içərdən çatladıb, içinizdəki ruhu çıxarda bilməyəcəksiniz. Problem var, deyir hə, deyir həlli var, deyir hə, deyir demə problem yoxdur. Deyir problem var, həlli yoxdur, deyir yox, deyir onda problem yoxdur. Yəni həlli olmayan problem yoxdur. O Allah dərd verəndə dərmanını da verir deyə ifadə var ha. Sadəcə olaraq bu problem var, mən nə edəcəm yox. Mən bu problemi necə həll edəcəmlə giriş eləyəndə bütün problemlərin çözümü var. Hə, ola bilər ki, mənim buna savadım, biliyim, ağlım çatmasın. Mütləq şəkildə bu problemi həll etməyə bacaran bir mütəxəssis var. Çünki belə deyim də, biz nə isə uydura bilmirik. Biz özümüzü belə deyək ki, biz unikal varlığıq, heyvanlardan belə fərqlənir, elə fərqlənir. Biz biorobotuq. Biz biorobotuq. Biz əgər belə deyək də 20 il, 30 il bundan əvvəl mobil telefonun formasını bilməyəndə biz özümüzdən mobil telefonu uydura bilmirdik ki. Tək-tək ağıllı insanlar var idi ki, onlar dahi idilər və onlar mobil telefonu uydurdular və milyarder oldular. Bu günlərdə bir maraqlı bir stata rast gəldim, çox sevdim onu. Deyir ki, milyoner olmaqdan ötürü bir şirkətə ehtiyacın var. 10 il, 15 il həmin şirkəti böyüdəcəksən, bir çox belə deyək də, iqtisadi xəbərlərə əməl eləyəcəksən, iqtisadi qaydaları yerinə yetirəcəksən və milyoner olacaqsan. Amma milyarder olmaq üçün cəmiyyətin vaz keçə bilmədiyi bir ixtira etməlisən. Və biz bu günləri problem uydura bilmərik. Problem zaten var və onun həllini bacaran adamlar da var. Sadəcə problemi doğru insana verib çözmək lazımdır. Əgər mən bir SMM-ə
hansısa bir yeməyi bişirməyə tapşıracamsa, təbii ki, bu üst-üstə düşməyəcək. Və yaxud bir aşpaza SMM-liyi tapşıracamsa, yenə də üst-üstə düşməyəcək. Ona görə də atın qabağına itin qabağına ot qoymaqdansa, doğru problemi doğru insana müraciətlə çözmək olar. Və daha bir problemlə bağlı əgər başladıqsa, bir şey də deyim. Əgər bir problem pulla həll oluna bilirsə, o problem deyil, xərcdir.